Xüsusilə vurğulamaq istəyirəm ki, il ərzində təşkil etdiyimiz Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyaları çərçivəsində müzakirə olunan mövzuların 70%-i hökumət tərəfindən qəbul olundu. Bir sıra həm vergi məcəlləsində, həm gömrük məcəlləsində, həm bir sıra digər qanunlarda öz əksini tapdı. Tək qanunlarda yox, hətta Nazirlər Kabineti tərəfindən olan qərar və qaydalarda. Və mən buna görə xüsusilə fürsətdən istifadə edib, həm bizim hökumət nümayəndələrinə, həmçinin də bizimlə sıx əməkdaşlıq edən bütün dövlət qurumlarının rəhbərlərinə təşəkkürümü bildirmək istəyirəm. Çünki bu təkliflər tək Kasp Enerji Klubunun yox, ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən sahibkarların təklifləri idi və çox şadam ki, bu təkliflər hökumət nümayəndələri tərəfindən pozitiv qəbul olundu və onlar bizimlə birlikdə bu dəyişikliklərə maraqlı oldular. Və mən əminəm ki, növbəti il, 2026-cı il bu proses davam edəcək.